Salam dostlar, xoş gördük sizləri. Deməli, Next birlik haqqında belə bir proqram var. Qeyd linkini paylaşacağım. Qeyd edin ki, siz rahat şəkildə istifadə edə bilərsiniz. Birinci mənə çətin gəldi, amma çox sadə və çox rahatdır həqiqətən də. Çox gözəl bir proqramdır. Yəni nəyə xoşuma gəldi? Yatırdığım belə pulu bu günləri, məsələn, tutaq ki, bir 50 dollar yatırmışdım. Deməli, əlavə də ki 10 dollar, 11 dollar, 11 dollar qazancım vardı. Nə istədim, onu çıxarış etdim. Onun çıxarışını verdim. 61 dollar köçdü həmin balansıma. Bir gün ərzində köçdü balansıma. Da gözləmir 3 gün, 4 gün, 5 gün köçdü balansıma. Yəni biraz qruplara nəsə şikayət gəlmişdi, dedim çıxarım. Çıxartdım, köçdü. Təzədən qaytarım, yəni yatırım etdim. Bu dəfə 67 dollar yatırım elədim. Yəni görün bəlkə burada göstərər. 117 dollar bilmirəm. Nəsə 60 doldurma qeydi, baxım. Hə, 67 dollar yatırım etdim. 51, 67, 1 dollar yatırım etdim. Həqiqətən də çox yaxşıdır. Yəni çox xoşum gəldi da, yəni bu proqramdan. 25-ci ildə baxıram, 25-ci ildə məsəl yorumları var da proqramın. Yorum yazanlar var. Nəysə də, yəni demirəm. Deyə bilmərəm ki, yox, ömrümüz axırına qədər bilmirəm nə vaxt qədər gedəcəm, amma belə baxıram hər gedib. TikTokda bəzi insanlar paylaşmışlar ki, nə bilim bağlanacaq, ağaracaq. Həmin insanlar paylaşımlarını da siliblər, sildirə bilmədilər proqramı. Proqram işləyir. Bura yəni depozit etmək həm kartla, həm Binance-dan depozit edə bilərsiniz. Yəni kripto valyutunu depozit edə bilərsiniz hər şəkildə. Depozit necə olunur, onu göstərim. Doldurma yerinə gəldiniz. Doldurma. Məsələn, bax ki, burada yazılıb ya da əlavə olaraq özünüz də burada. Məsələn, tutaq ki, istəyirsiniz 100 dollar yatırım etmək. 100 yazırsınız. Bunu seçdikdə AZN, yəni kartına göndərirsiniz karta. Bunu seçdikdə USD yəni USD kodu göndərirsiniz də, kripto valyutunu göndərirsiniz. Bu isə kartdan göndərirsiniz. Yəni bu onun üçündür, deyim biləsiniz. Minimum depozit 11 dollardır. Göndərdikdən sonra orada nəysə də lazım olan çəkiliş çəkib göndərirsiniz. Yəni mən göndərdim, sifarişi doldurdum, tamamladım, vurursunuz. Görsəz gec oldu, bir dənə burada dəstək xidmətini yazırsınız. Onlar sizi yönləndirəcəklər. Yəni balans tez oturacaq kartın proqrama. Sonra burada dostlarınızı dəvət edib daha çox qazanc əldə edə bilərsiniz. Dost dəvət etməsəz də qazanırsınız. Dost olsa daha yaxşı olar. Üzərinə belə vurursunuz. Dəvət edin sözünü vurub tövsiyə linkini kopyalayırsınız. Nəsə deyək ki, bunların hamısını etdiniz, balansınızı artırdınız. Hə, bir də onu da deyim. Mütləq şəxsiyyəti təsdiqlətdirin. Mütləq telefon nömrəsini qeyddən keçin və şəxsiyyətinizi təsdiqlətdirin. Mütləq şəxsiyyətdə olan adınızı yazın ki, yəni təsdiqlənsin. Sonra gəlirsiniz, demək necə edirsiniz? Tutaq ki, hər şey hazırdır. Burada balans var. Gəlirsiniz, baxın, Next Snap sözü var bura. Burada gəlirsiniz, yeni kullanıcı sözünə. Yeni kullanıcı sözünə gəlirsiniz. Mən məsələn qrupa qoşulmuşam da, burada qruplara qoşulmuşam. Bax, qrupa qoşul sözünə vurdunuz. Qrupa qoşul vurursunuz. Buna 23 dollar ödəyirsiniz. Qrupa qoşulunu belə vurdunuz. Sonra indi ödəyin sözünə vurursunuz. Məndə balans görürsünüz, 1 dollar da azdır da. Vurdunuz, qoşuldunuz. Təzən geri gəlirsiniz. Yeni başqa bir qrupa qoşulursunuz. Ta ki, məsələn, tutaq ki, 50 dollar yatırmışsınız. Yəni 100 dollar, 200 dollar o pulla sıfırlanana qədər yatırdınız və salam. Səhərsi gün görün nə olur. Tutaq ki, bugün yatırırız, saat gecə 12-ni keçdi, səhər açıldı. Baxırsınız ki, məsələn, bura yazılıb 3 dollar. O ki, bu sizin qazancınızdır. Əlavə də qoyduğunuz pul da qayıdır bura. Yəni çox gözəldir. İstəyirsinizsə qaçdırsan bunu üzərinə belə vurursunuz. Köçürmənin sözünə vurursunuz. Həmin məbləği bura yazmışsam, tutaq ki, burada deyək ki, var 100 dollarınız. 100 yazırsınız, təsdiq sözünə vurursunuz və buradakı 100 dollar da köçür bura. Məsələn 100 dollar yatırmış olur 200 dollar. Siz 200 dollar birdən çıxardın. İstəyirsiniz 100 dollar çıxardın, yeniden davam edin. Yəni o dollar. Yəni çox sadədir. Bir gün keçdik, gəldi görürsünüz ki, bura məsələn deyək ki, yazıldı məsələn deyək ki, 3 dollar balans. Burada pulu səzən qayıdıb bura 100 dollarınız. Yəni gəlirsiniz, həmişə kimi, yəni bura gəlirsiniz. Yəni də başlayırsınız, yeni kullanıcı sözünə başladınız. Vurdunuz, aldınız, qrupa qoşuldunuz. Görsəz yerdə məsələn deyək ki, 10 dollar qalıb. Onu gəlirsə populyar ürünlər sözü var. Bura gəlib 5 dollarını alırsınız. Buradan da bunu alırsınız və buradan əlavə qazancınız gəlir. Çox gözəldir, əladır həqiqətən. Çıxarma yerinə gəldikdə çıxarma sözünə vurursunuz. İstəyirsiniz Binance hesablı pul qabı ya Bybit ya da bank kartını rahat şəkildə çıxarış edə bilirsiniz. Çıxarış da ki, həqiqətən çox gözəl gəlir, həmin dəqiqədə gəlir deyəndə ki, yəni həmin gün gəlir da. Yəni lazım olanda görsəz gec olur. Bir dənə yazırsınız dəstək xidmətinə. İstədiyiniz ilk kod yazın. İlk kodunuz da budur. Bunu da yazırsınız, göndərirsiniz və pulunuz gəlişəcək balansınıza. Kim istəsə qeyddən keçə bilər. Qeyd linkini paylaşacağam. Rahat şəkildə qeyddən keçə bilərsiniz. Bu qədər dostlar, nə sözünüz olsa yaza bilərsiniz. Kömək eləməyə hazıram.